Hörmətli izləyicilər, əziz valideynlər və pediatr həmkarlar, Pediatriya Az saytının fəaliyyətə başlamasının 8-ci il dönümü ərəfəsində hər birinizi salamlayıram və bizə inamınız üçün sizə dərin təşəkkür edirəm. Yarandığı gündən məqsədimiz uşaqların sağlam gələcəyi naminə ailələrin maarifləndirilməsi, valideynlərin doğru və elmi əsaslara söykənən tibbi biliklərə təmin olunması və vacib tibbi xəbərləri sizə çatdırmaq olmuşdur. Düşünürəm ki, bu yolda birgə addımladığımız 8 il ərzində məqsədimizə ümumən nail olmuşuq. 2017-ci ilin noyabr ayında bir neçə mütəxəssisin təşəbbüsü ilə yaradılan bu platforma bugün minlərlə valideyni və pediatrın müraciət etdiyi etibarlı bir elmi mənbəyə çevrilmişdir. Ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən islahatlar, müasir tibbi müəssisələrin yaradılması, peşəkar kadr hazırlığına verilən önəm və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi dövlətimizin sağlam cəmiyyət quruculuğuna verdiyi diqqətin göstəricisidir. Biz də Pediatriya Az ailəsi olaraq bu inkişafın bir hissəsi olmağı qarşımıza məqsəd qoymuşuq. Və sevindirici haldır ki, uşaqların sağlamlığı və cəmiyyətin maarifləndirilməsi istiqamətində doğru bilgilərin yayılmasına töhfə veririk. Bildiyiniz kimi, Pediatriya Az portalı ilə yanaşı, saytın sosial şəbəkələrdəki rəsmi hesabları vasitəsilə daim ən son tibbi yeniliklər, pediatriyaya dair önəmli məlumatlar, maarifləndirici məqalələr izləyicilərə təqdim olunur. Apardığımız təhlillər nəticəsində auditoriyamız artıq faktlara, tibbi protokollara və elmi əsaslara söykənən yazılara üstünlük verir. Bu bizi daha da həvəsləndirir və göstərir ki, Pediatriya Az doğru istiqamətdə addımlayır. Qeyd edək ki, platformamızda həmçinin ingilis dilində xüsusi rubrika mövcuddur və gələcəkdə isə ingilis dilində versiyanın hazırlanması nəzərdə tutulur. Hazırda saytımızda mövzular 20 alt kateqoriyaya bölünmüşdür. İndiyə qədər 100-dən çox elmi publistik məqalə, 5000-dən artıq xəbər xarakterli material və 20-yə qədər hüquqi, maarifləndirici məqalə hazırlamışıq. 8 illik fəaliyyətimiz dövründə saytımızı təxminən 840 min aktiv istifadəçi istifadə etmiş, ümumilikdə 4 milyondan çox baxış və oxuma sayı qeydə alınmışdır. Gələcək planlarımızda mövcud məqalə bazamızı daha da genişləndirərək yeni rubrikalar yaratmağı nəzərdə tuturuq. Qeyd edim ki, saytımıza daxil olan çoxsaylı müraciətlər göstərir ki, valideynlər əsasən xəstəliklərin klinik əlamətləri və tibbi müalicəsini, üsulları barədə məlumat sorğulayırlar. Təəssüf ki, bəzi hallarda ailələr heç bir tibbi və yetərli tibbi təsiri olmayan şəxslər tərəfindən verilən tövsiyələrə və elmi əsası olmayan müalicə üsullarına müraciət edirlər. Bu isə uşaqların sağlamlığı üçün ciddi risklər yaradır. Xüsusilə özbaşına antibiotik istifadəsi, təsdiqlənməmiş xalq təbabəti müalicə üsulları, sosial şəbəkələrdə yayılan elmi əsası olmayan məsləhətlər təhlükəli nəticələrə səbəb ola bilər. Biz bu kimi risklərin qarşısını almaq üçün elmi əsaslı məlumatlar paylaşır və hər zaman mütəxəssis həkimə müraciət etməyi tövsiyə edirik. Unutmayaq ki, düzgün diaqnoz və effektiv müalicə yalnız ixtisaslaşdırılmış həkim tərəfindən təmin edilə bilər. Əlavə olaraq qeyd etmək istərdim ki, tibbi maarifləndirmə həm Azərbaycan qanunvericiliyində, həm də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrində həkimlərin borcu və vəzifəsi kimi göstərilir. Bu missiyanı yerinə yetirmək isə saytın fəaliyyətinin əsas istiqamətlərindən biridir. Fürsətdən istifadə edərək bu illər ərzində bizə dəstək olan, fikirləri və rəyləri ilə bizə istiqamət verən bütün izləyicilərimizə minnətdarlığımızı bildiririk. Sizin diqqət və dəstəyiniz nəticəsində ölkəmizin ilk milli pediatrik internet portalı olan Pediatriya Azın fəaliyyətini daha da genişləndirmək və inkişaf etdirmək üçün böyük hədəflərə doğru addımlayırıq. 8 illik birgə yolumuza görə hər birinizə təşəkkür edir. Gələcək illərdə də sağlam və maarifli cəmiyyət üçün birgə olmağı arzulayırıq. Əminik ki, qarşıdakı illərdə Pediatriya Az yalnız bir informasiya portalı deyil, həm də pediatriya üzrə biliklərin və təcrübənin paylaşılması üçün regional və beynəlxalq bir mərkəzə çevriləcəkdir. Diqqətinizə görə minnətdaram.